Salam dəyərli şagirdlərimiz, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugünkü video izahımızda çox maraqlı bir mövzuya toxunmuşam. Mövzumuz təbii ki, ölçmə uzunluq vahidləridir. Və hər il çevrilmələrlə bağlı məsələlər monitoring proqramı daxilində şagirdlərə təqdim olunur. Bu baxımdan çalışın ki, təqdim edəcəyim dərs nümunəsini əvvəldən axıra qədər İzləyəsiniz və hər hansı bir sualınız yaranarsa videonun şərh bölməsində yazmağı unutmayın. Mən həmişə ölçü vahidlərini keçən zaman şagirdlərə baxın bu ekranda gördüyünüz modeldən istifadə edirəm. Yəni bu həm şagirdlər üçün daha əlverişli öyrənməni təmin edir, həm də ki daha yadda qalan olduğuna görə bu modeli mən hər zaman tətbiq eləməyi digər üsullardan daha yaxşı hesab edirəm. Dəyərli şagirdlərimiz, siz də belə deyək, dərsin növbəti hissəsini keçməmişdən qabaq qarşınıza bir vərəq qoyub öz sağ əlinizi və yaxud sol əlinizi çəkərək belə deyək də ardıcıl şəkildə bu təsvir olunan formada siz də yazıları yazaraq dərsin digər mərhələsini izləməyinizi tövsiyə edirəm. Deyəcəksiniz ki, müəllim, bu metodla öyrənmənin digər metoduna öyrənmədən fərqi nədir? Dəyərli şagirdlərimiz, bu metodda demək olar ki, əzbərləmə sıfıra bərabərdir. Yəni şagird prosedur boyunca, yəni getmişsə monitoring imtahanına, qarşısına bir kağız belə qoyulsa, o kağızda sağ əlini və yaxud sol əlini çəkərək bu üsulu tətbiq edə bilərsən. Keçən üsulumuz ümumiyyətlə uzunluq vahidləri mahiyyət etibarilə aşağıdakılardır desə yanılmarıq dəyərli şagirdlər. Bunlardan ən böyüyü kilometrdir, ən kiçiyi isə millimetrdir. Baxın, bir daha deyirəm, uzunluq vahidlərini vahid olaraq, ad olaraq ən böyüyü kilometrdir, ən kiçiyi isə millimetrdir. Bundan əlavə olaraq santimetr uzunluq vahididir, desimetr uzunluq vahididir, metr uzunluq vahididir. Yəni, ibtidai sinif səviyyəsində siz şagirdlərin bu 5 dənə uzunluq vahidinin adını və mahiyyəti üzrə belə deyək də nələri özündə əks elətdirdiklərini öyrənsəniz kifayət eləyir. Dəyərli şagirdlərimiz, baxın, burada biz barmaqlar arasında sıfırlar qoymuşuq. Məsələn, burada bir dənə sıfır var, görürsünüz, burada bir dənə sıfır var, burada bir dənə sıfır var, burada isə 3 dənə sıfır var. Və siz də bunu dəftərdə əlinizi çəkəndən sonra bu cür qeyd eləsəniz kifayət eləyir. Deyəcəksiniz, müəllim, bura kimi hər şeyi başa düşdük, amma bizə belə deyək, məsələnin praktiki tərəfi maraqlıdır. Deyirsinizsə, problem yoxdur, artıq həmin hissəyə yaxınlaşmışıq. Baxın, dəyərli şagirdlərimiz, məsələn, bizə deyir ki, 1 kilometrimiz neçə metrə bərabərdir? Yəni, belə bir sual qoyublar ki, 1 kilometrimiz neçə metrə bərabərdir? Burada da belə bir hissə var. Baxın, bu hissəyə istəyirəm diqqətinizi cəlb edeyim. Baxın, burada qeyd olunub ki, böyükdən kiçiyə gedəndə vur və yaxud sıfır əlavə elə. Bir daha deyirəm, əgər böyük vahiddən, yəni baxın, bu istiqaməti gediriksə, biz nə edəcəyik? Sıfırları əlavə edəcəyik. Başa düşdünüz, ümid edirəm. Amma, baxın, bu hissədən, yəni məsələn, millimetrdən kilometrə gəliriksə, biz sıfırların sayını böləcəyik və yaxud da ki, azaldacağıq. Ümid edirəm ki, bura qədər hər şey sizə aydındır. Davam eləyən dəyərli şagirdlərimiz. Baxın, burada mən yazmışam nə? 1 kilometrdən keçid eləmək lazımdır metrə. Yəni, 1 kilometrin neçə metr olduğunu tapmaq lazımdır. Uşaqlar, baxırsınız nəyə? Baxın, deyirsiniz, müəllim, kilometr buradadır. Bəli, doğru qeyd eləmişsən. Metrimiz isə buradadır. Əla, çox gözəl. İndi mən sizə sual verirəm. Metrlə kilometr arasında neçə dənə sıfır var? Bilirsiniz, müəllim, 3 dənə sıfır var. Demək, biri qoyacaqsınız, yanına da 3 dənə sıfır əlavə eləyəcəksiniz. Müəllim, bu qədər sadədirmi? Bəli, bu qədər sadədir, bu qədər asandır. Bəs yaxşı, müəllim, 1 kilometrimiz, əgər bizdən soruşulsa ki, neçə desimetrdir, o zaman nə edirik? O zaman yenə də 3 dənə sıfır buradan gəlir, bir dənə də sıfır buradan. Neçə dənə sıfır elədi? 4 dənə sıfır elədi. Deməli, bir dənə 1 qoyacaqsınız, yanına da 4 dənə sıfır qoyacaqsınız. Yəni, əzbərlənməklə mən sanmıram ki, bu, belə deyək, bölmənin öhdəsindən gəlmək olsun. Amma bu metodla, yəni sıfıra əlavə eləmək, sıfırı götürmək metodu ilə biz bu tip istənilən sualın öhdəsindən əmin olun ki, çox asanlıqla gələ bilərik. Yəni, burada bir çətin nüans yoxdur. Başqa bir nümunə vermək istəyirəm, dəyərli şagirdlərimiz. Məsələn, bayaq mən burada
1 kilometri göstərdim. İndi daha çətin bir nümunə göstərmək istəyirəm sizlər üçün. Deməli, bizə belə bir santimetr verib, düzdürmü? Və deyir ki, bunun neçə kilometr olduğunu yaz. Uşaqlar, bayaq nə dedik biz? Dedik ki, əgər böyük vahiddən kiçik vahidə gediriksə, sıfırların sayını azaldırıq. Amma burada fikir verirsinizsə, əksini eləmişik. Yəni, kiçik vahiddən böyük vahidə gedirik. Kiçik vahiddən böyük vahidə gedən zaman nə edirdik? Sıfırların sayını azaldırdıq. Nə qədər azaltmalıyıq uşaqlar? Baxın, santimetrimiz buradadır. Bəli, müəllim. Kilometrimiz də buradadır. Müəllim, 2 dənə sıfır azaltmalıyıq deyirsinizsə, sıfırların sayını sadəcə 1 dənə sıfır buradan, 2 dənə sıfır, 3 dənə, 5 dənə sıfırın sayını siləcəksiniz. Gəlin qələmimizin rəngini dəyişəyin ki, bunu daha rahat şəkildə mən sizə izah edə bilim. Neçə dənə sıfır sildik? 5 dənə sıfır. Baxın, 1 dənə sıfır sildim, 2 dənə sildim, 3 dənə, 4 dənə, bu da 5 dənə. Yerdə qaldı nə qədər? 20 kilometr. Yəni, bunun ümumiyyətlə riyaziyyatda ölçü vahidlərinin bundan asan bir izahını mən sanmıram ki, belə deyək də olsun. Yəni, ən rahat yolumuz, ən asan yolumuz elə buradakı üsuldan istifadə edə bilərsiniz. Çünki dəyərli şagirdlərimiz, rahat yolu budur, asan yolu budur. Biz də məqsədimiz nədir? Riyaziyyatda məqsəd budur ki, daha praktiki, daha asan yollarla belə deyək də, məzmunun şagirdlərə çatdırılmasıdır. Yəni, nə qədər şagird asan yolla, praktiki yolla məsələlərin mahiyyətini başa düşsə, bir o qədər rahat olacaq onun üçün, bir o qədər məsələnin mahiyyətini daha yaxşı mənimsəyəcəkdir. Başqa bir nümunə vermək istəyirəm sizə. Məsələn, bizdən soruşur ki, 15 metrimiz bərabərdir neçə millimetrə? Uşaqlar, yenə eyni qaydanı tətbiq eləməyə çalışırıq. Metrdən, baxın, metrimiz buradadır, gedirik millimetrə. Düzdürmü? Böyük vahiddən, baxın, böyük vahiddən kiçik vahidə getdiyimizə görə sıfırların sayını artıracağıq. Bu baxımdan, deməli, 1 dənə sıfır, 2 dənə sıfır, 3 dənə sıfır. 15-i qoyuruq, yanına da ki, 3 dənə sıfır əlavə edirik. 1, 2 və 3. Elədi 15.000 millimetr. Yəni, çətin heç nə yoxdur. Çətin olan bilirsiniz nədir? Çətin olan odur ki, biz özümüzü belə deyək də, qorxuduruq ki, mən bunu öyrənə bilmərəm, bu mənlik deyil. Yəni, bu kimi şeylərlə özünüzü qorxutmağa ehtiyac yoxdur. Çünki qorxu, belə deyək də, insana həmişə, necə deyərləri, yəni, öyrənmənin qarşısını alır. Qorxmayın, çəkinməyin, öyrənməyə açıq olun həmişə ki, sizlər də bu tip suallarla qarşılaşanda rahat şəkildə onların öhdəsindən gələ biləsiniz. İndi gəlin, dəyərli şagirdlərimiz, daha praktiki nümunələr üzərindən dərsimizi davam etdirək. Uşaqlar, davam edirik. İndi bir neçə nümunə üzərindən, yəni kitabda məsələn mən görürəm ki, müəyyən nümunələr qoyulur ki, onların öhdəsindən gəlmək üçün bəzən şagirdlər çətinlik çəkirlər. Bu baxımdan bir neçə nümunə üzərindən mövzunu davam elətdirmək istəyirəm. Baxın, məsələn, biz göstəririk burada, gəlin qələmdən istifadə edəyin. Belə deyək də, uzunluq vahidləri üçün əsas bilməli olduğumuz vacib nüanslardan biri, biraz əvvəl təqdim elədiyim, təbii ki, o 5 barmaq usuludur. 5 barmaq usulunu özünüz üçün nə qədər tez mənimsənsəniz, bir o qədər yaxşıdır. Məsələn, qeyd oluna bilər ki, 12 kilometr nə qədərdir? Artıq əliniz qabağınızdadır. Deyirsiniz ki, müəllim, gəlin bunu yuxarıda mən sizin üçün qeyd edeyim. Elə bilin, bu bizim balaca barmağımızdır. Biraz bunu balaca eləmək lazımdır ki, rahat yaza bilək. Bu bizim millimetrimizdir. Buna heç ehtiyac yoxdur məncə. 12 kilometrin, yəni artıq yəqin ki, sizin qabağınızda əl işarəsi var. 12 kilometrimizi çevirmək lazımdır metrə. Metrlə kilometr arasında 3 dənə sıfır olduğuna görə olur 12.000 metr. Başqa bir nümunə vermək istəyirəm, dəyərli şagirdlərimiz. 5 metr, 5 santimetrimizi bərabərdir neçə santimetr olduğunu soruşursa, dəyərli şagirdlərimiz. Deyirsiniz ki, müəllim, burada biz əsas fikir verməli olduğumuz nüans nədir? Bizdən sonucu, yəni sonucu nəyindən istəyir? Santimetrlə. Demək, buna biz dəyməyəcəyik. Bizə önəmli olan, baxın, bunu metri santimetrə çevirməkdir. Deyəcəksiniz, müəllim, metrlə santimetr arasında nə qədər sıfır var? Deyəcəksiniz ki, əlbəttə ki, 2 dənə sıfır var.
2 dənə 0 olduğuna görə 5-in yanına qoyuruq 2 dənə 0. Bu eləyir 500. Üstünə bu 5-i gələndə təbii ki, eləyəcək 505 santimetr. Davam eləyirik başqa bir nümunə üzərindən dəyərli şagirdlərimiz. Növbəti bir belə deyək də, şagirdlərimizin ən çox çətinlik çəkdiyi mövzulardan biri də, məsələn, bizdən soruşur ki, %7 metrimiz neçə santimetrdir? Müşahidə edirəm ki, bu tip suallar da biraz şagirdlərimiz üçün təzə olmadığına görə bəzən onlar da çətinlik çəkirlər. Uşaqlar, biz əvvəlcə fikir verməliyik ki, bunu nəyə çevirməyimizi istəyir? Məsələn, burada santimetr istəyir bizdən. Yəni %7 metrimizin neçə santimetr olduğunu müəyyən eləmək üçün həmişə özünüzə sual verirsiniz. 1 metrimiz neçə santimetrdir? Baxın, bir daha deyirəm. Burada olan 1 metrin burada olan neçə santimetr olduğuna qərar verirsiniz. Deyirsiniz ki, müəllim, 1 metrimiz 100 santimetr olduğuna görə, demək ki, burada mən 100-ü bölməliyəm 100-ə və nəhayətində vurmalıyam 7-yə. Eləyəcək 7 santimetr və salam. Yəni, bunun başqa bir asan, başqa bir rahat yolu olsaydı, əmin olun ki, mən bunu sizə təqdim etməkdən çəkinməzdim. Növbəti bir nümunəni sizə təqdim eləmək istəyirəm. Çünki bu tip suallardan tez-tez istifadə edirlər və hətta deyərdim ki, uşaqlar bu istiqamətdə xeyli çətinlik çəkirlər. 5də 4 kilometrimizi bizə deyir ki, metrlə ifadə elə. Eyni qaydanı tətbiq edirik. Deyirsiniz ki, müəllim, bayaq dediniz ki, özümə sual verirəm. 1 kilometrin neçə metrdir? Təbii ki, 1 kilometrimiz 1000 metr olduğuna görə, baxın, bir daha deyirəm, 1 kilometrin 1000 metr olduğuna görə mən 1000 metri, yəni 1000 metri bölürəm 5-ə, vururam neçəyə? Əlbəttə ki, 4-ə. Bu da bizə verir 800 metri. Və salam, bununla da biz bu sualın öhdəsindən gəlmiş oluruq. Burada bərabərə ehtiyac yoxdur. Növbəti bir sual təqdim eləmək istəyirəm dəyərli şagirdlərimiz. Məsələn, bizə sual verə bilər ki, 182 santimetr bərabərdir neçə? Belə bir şey qoya bilər. Yəni, həm metrlə, həm də santimetrlə ifadə etməyimizi istəyə bilər. Baxın, ümumiyyətlə biz sual verməliyik. Burada mən nə görürəm? Burada metrlə santimetr görürəm. Yəni, nə alınmalıdır buradan? Bir dənə metr çıxmalıdır, bir dənə də santimetr. O dəqiqə özümə sual verirəm. 1 metr neçə santimetrdir? 1 metrim 100 santimetrdir. Demək, bunun içərisində bir dənə 100 metr olduğuna görə bura yazıram 1 metr, yerdə qalır 82 santimetr. Ümid edirəm ki, bu hissəni də anlamış oldunuz. Davam eləmək istəyirəm dəyərli şagirdlərimiz. Bir də bu ölçü vahidləri ilə bağlı bir məqamı da sizlərlə paylaşıb dərsimizin izahını yekunlaşdıracağam. Sizə sual verə bilər ki, 10 santimetri 2 yer deməyək, 5 yerə bölmək üçün neçə yerdən kəsmək lazımdır? Baxın, bu sual da maraqlı sual tiplərindən biridir. Sual isə belədir ki, 10 santimetri 5 yerə bölmək üçün. Uşaqlar, mən bir şeyi, məsələn, baxın, bu bizim bir xəttimiz olsun. Bunu 2-yə bölmək üçün neçə yerdən kəsdim? 1 yerdən kəsdim. Demək, həmişə kəsim sayı alınan hissə sayından az olur. Yəni, bir dənə kəsim varsa, demək, bir kəsim 2 hissəyə bərabərdir. Bu baxımdan, dəyərli şagirdlərimiz, əgər mən bir şeyi 5 yerə bölmüşəmsə, demək ki, onu 4 yerdən kəsmişəm. Bir daha deyirəm, kəsim sayı alınan hissə sayından bir dənə az olmalıdır. 5 hissə alınıbsa, demək 4 dənə burada kəsim varmış. Dəyərli şagirdlərimiz, uzunluq vahidləri ilə bağlı video izahımızın sonuna gəldik. Bir məsələni sizlərlə paylaşmaq istəyirəm ki, İnşallah ki, bizim yay qruplarımıza artıq qeydiyyat başlamışdır. Yay qruplarımızda Azərbaycan dili və riyaziyyat fənlərindən 4-cü sinif şagirdləri üçün ibtidai sinif proqramının tam mənimsənilməsi istiqamətində dərslərimiz tədris olunacaqdır və maraqlananlar indidən qeydiyyatdan keçə bilərlər, çünki qruplarımızda şagird sayı məhdud olacaqdır. Bu baxımdan qeydiyyatdan keçməyə tələsin. Növbəti video izahlarda görüşənə qədər Allah amanında.